Salam, xoş gördük sizləri. Bugünkü mövzumuz beynəlxalq iqtisadi inteqrasiya mərhələləri və ə, dünyada mövcud olan beynəlxalq təşkilatlar haqqında olacaq. Birinci növbədə sizə inteqrasiya haqqında məlumat verək. İnteqrasiya nədir? Neçə qrupa ayrılır? Ümumiyyətlə inteqrasiya niyə yaranır? İnteqrasiya ölkələr arasında coğrafi mövqe əlverişli olduqlarına görə onlar bir-birlərinin iqtisadi əməkdaşlığı həyata keçirirlər, iqtisadi layihələr həyata keçirirlər. Nəticədə onlar bir-birləri arasında güzəştlər həyata keçirirlər, gömrük və viza rejimindəki məhdudiyyətləri ləğv edirlər. Və bu da inteqrasiyanın yaranması üçün səbəb olur. İnteqrasiyanın ən mühüm forması beynəlxalq iqtisadi inteqrasiyadır. Ümumiyyətlə inteqrasiyanı iki yerə ayırmaq olar. Sahəvi inteqrasiya və regional inteqrasiya. Sahəvi inteqrasiya deyəndə iqtisadiyyatın hər hansı bir sahəsi üzrə əməkdaşlıq məqsədi ilə yaradılan qurumlara deyilir sahəvi inteqrasiya. Nümunə OPEC, neft ixrac edən ölkələrin birliyi dünyanın arasında olmasına asılı olmayaraq, məsəl üçün Venesuela Cənubi Amerikadadır, Əlcəzair Afrikadadır, Səudiyyə Ərəbistan Asiyadadır. Harda olmağından asılı olmayaraq bir məqsədə, yəni iqtisadiyyatın bir sahə üzrə, neft üzrə qrup yaradılar. Bunlar adlanır OPEC. Bundan başqa sahəvi təşkilatlara atom enerjisi üzrə agentliyi göstərmək olar. Daha sonra göstərə bilərik. Ümumdünya Turizm Təşkilatını göstərə bilərik. FAO-nu göstərə bilərik. Ərzaq Təşkilatını. Sonra İSESCO, UNESCO, Elm və Təhsil Mədəniyyət Təşkilatları. Bunlar sahəvi təşkilatlardır. Regional təşkilat nədir? Regional təşkilat hər hansı bir ərazidə yerləşən ölkələrin yaratdığı birliklərdir. Avropada yerləşən ölkələr, Avropa İttifaqı, Latın Amerikasında yerləşən ölkələrin birliyi, ALADİ təşkilatı. MDB Müstəqil Dövlətlər Birliyi, SSR-dən yaranıb ayrılan bir-birlərinə yaxın yerləşən ölkələrin birliyi, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Qaradəniz ətrafında yerləşən ölkələrin birliyi bu şəkildə, yəni bir ərazidə formalaşan ölkələrin yaratdığı birliklər adlanır regional təşkilatlar. Daha sonra, misal üçün bu təşkilatlardan biri haqqında Avropa İttifaqı haqqında məlumat var burada. Avropa İttifaqı 1948-ci ildə yaradılıb. Mərkəzi qərargah Brüssel şəhəridir. Avropa İttifaqının 28 Avropa İttifaqına 28 dövlət üzvdür. Avropa İttifaqına isə Avropa ölkələri üzvdür. Avropa ölkələrindən Norveç üzv deyil. Norveç. Daha sonra İslandiya üzv deyil. İslandiya. Avropa İttifaqına üzv deyil. Avstriya Avropa İttifaqına üzv deyil. Avstriya Orta Avropa, Mərkəzi Avropadan. Və Böyük Britaniyanı göstərə bilərik əsaslardan üzv olmayan. Bunlar Avropa İttifaqına üzv olmayan ölkələrdir. Daha sonra növbəti slayda keçirik. Beynəlxalq iqtisadi inteqrasiyanın 7 mərhələsi var. Onlardan ən aşağı mərhələ güzəştli ticarət zonasıdır. Güzəştli ticarət zonası nə deməkdir? Güzəştli ticarət zonası beynəlxalq iqtisadi inteqrasiyanın ən aşağı mərhələsidir. Bu mərhələdə üzv ölkələr arasında gömrük rüsumlarında güzəştlər olunur. Yəni ixal və ixrac güzəştlərinin tətbiqi nəzərdə tutulur. Bura əsasən Afrika ölkələridir. Afrika ölkələrə aiddir. Mali, Niger, Çad, bu kimi ölkələr Mali, Niger, Çad, Kamerun. Bu kimi ölkələr aiddir güzəştli ticarət zonasına. Daha sonra gəlir azad ticarət zonası. Güzəştli ticarət zonasının məqsədi sonda azad ticarət zonasını yaratmaqdır. Azad ticarət zonasında üzv ölkələr arasında gömrük rüsumları və ticarət məhdudiyyətləri tamamilə ləğv olunur. Bura aiddir azad ticarət zonasına Kanada əsaslardan Avstraliyanı göstərə bilərik. Cənubi Amerikadan Çilini göstərə bilərik. Azad ticarət zonasına. Sonra Çindir, Hindistandır, Pakistandır. Bu kimi ölkələr azad ticarət zonasına daxil olan ölkələrdir. Növbəti xəritədə baxacağıq. Daha sonra üçüncü hissədə gömrük ittifaqı gəlir. Azad ticarət zonasında üzv olan ölkələr öz aralarında gömrük rüsumlarını və ticarət məhdudiyyətlərini ləğv edir. Lakin üzv olmayan ölkələrdə bunlar tətbiq olunur. Bunlara tətbiqi də gömrük ittifaqı nəzarət edir. Həmçinin gömrük ittifaqının məqsədi üzv ölkələr arasında siyasi, iqtisadi və mədəni əlaqələri daha sıx qurmaqdır. Bunlara Cənubi Amerika ilə Afrika ölkələri aiddir. Cənubi Amerikadan Kolumbiyanı, Ekvadoru göstərə bilərik. Afrikadan Carı, Namibiyanı, Botsvananı, sonra buradan Perunu, Boliviyanı, bu kimi ölkələr gömrük ittifaqına nümunədir. Daha sonra ümumi bazar gəlir. Ümumi bazar nədir? Ümumi bazarın əsas məqsədi mal və xidmətlərin sərbəst hərəkəti ilə yanaşı, mal və xidmətlərin sərbəst hərəkəti ilə bərabər həmçinin kapital və işçi qüvvəsində sərbəstliyin təmin etsin və üzv ölkələr arasında fiziki, texniki və maliyyə faktorlarını maksimum səviyyədə bir-birlərinə uyğunlaşdırsın. Ümumi bazar Asiyan ölkələrindən təşkil olmuşdur. Yəni Cənub-Şərqi Asiyaya daxil olan İndoneziya, Malayziya, Filippin, Tayland bu kimi ölkələr
ümumi bazar mərhələsindədir. Güzəştli ticarət sonrası Qərbi Afrika ölkələri oldu. Azad ticarət sonrası Kanada, Avstraliya, Çin, Hindistan, Pakistan bu kimi ölkələr oldu. Gömrük ittifaqında olan ölkələr Cənubi Amerikanın yenə Afrika ölkələri, Afrikadan Çar, Namibiya, Botsvana, Cənubi Amerikadan Peru, Boliviya, Kolumbiya, Ekvador. Ümumi bazar Cənub-Şərqi Asiya ölkələri oldu. Asiyanın ölkələri İndoneziya, Malayziya, Tayland, Myanmar, Filippin bu kimi ölkələri göstərə bilərik. Daha sonra gəlir iqtisadi ittifaq. İqtisadi ittifaq nisbətən mürəkkəb bir formadır. Üzv olan ölkələr arasında məhsul ümumi istehsalı tənzimlənir və birgə xarici ticarət siyasəti yeridilir ölkələr arasında. Azərbaycan da iqtisadi ittifaqa üzv olan iqtisadi ittifaq mərhələsindədir Azərbaycan. Bundan başqa Rusiyadır, Qazaxıstandır, Gürcüstandır, Səudiyyə Ərəbistanıdır, Birləşmiş Ərəb Əmirliklərini, Yemen, Oman, Argentina, Braziliya, Mərkəzi Amerika ölkələri, Böyük Britaniya və sair iqtisadi ittifaq mərhələsindədir. Daha sonra 6-cı mərhələmiz iqtisadi və valyuta birliyi gəlir. Bu mərhələdə o üzv olan ölkələr bir-birlə vahid bir valyuta sistemini tətbiq edirlər, vahid valyutadan istifadə edirlər. Burada əsasən Qərbi Avropa ölkələri aiddir. Qərbi Avropa ölkələrinin çox hissəsi iqtisadi və valyuta birliyinə üzv olan ölkələrdir. İslandiyadır, İrlandiyadır, Fransadır, Almaniyadır və s. Və ən üst mərhələmiz beynəlxalq iqtisadi inteqrasiyadır. 7-ci mərhələ tam iqtisadi inteqrasiyadır. Tam iqtisadi inteqrasiyada üzv olan ölkələr iqtisadi siyasəti tək başına həyata keçirə bilmirlər. Birgə xarici ticarət siyasəti yürüdürlər ki, buna da yalnız ABŞ nail olub. ABŞ 13 koloniyasını özünə tabe eləyib, tam şəkildə idarə eləyir. Yəni iqtisadi siyasətdə müstəqillikləri yoxdur, bir-birlərindən asılıdırlar. Azərbaycan hansına aid oldu? İqtisadi ittifaqa. Cənub-Şərqi Asiya ölkələri ümumi bazara. Qərbi Afrika ölkələri güzəştli ticarət sonrasında. Azad ticarət sonrasında böyük ölkələrdən Kanada, Avstraliya, Çin, Hindistan, Gömrük İttifaqı, Cənubi Amerikada geri qalmış ölkələr, Kolumbiya, Ekvador, Peru, Boliviya, Afrikadan Car, Namibiya, Botsvana. İqtisadi ittifaqda Azərbaycan, Azərbaycana qonşu olan Rusiya, Gürcüstan, Rusiya, Gürcüstan göstərə bilərik. İqtisadi və valyuta birliyi əsasən Avropa ölkələri, tam iqtisadi inteqrasiya mərhələsində isə ABŞ oldu. Burada da xəritədə yenidən görə bilərik həmin əraziləri. Birinci növbədə güzəştli ticarət zonası Qərbi Avropa, Afrika ölkələrə aiddir. Misal üçün Mali, Niger, Çad, Kamerun, Qabon, Kongo, Qərbi Afrikada burada Senegal bu kimi ölkələri göstərə bilərik. Sonra gəlir azad ticarət zonası. Azad ticarət zonasında Kanada aiddir, Avstraliya aiddir, Hindistan, Çin, Pakistan, Əfqanistan, Afrikanın şimalı, Əlcəzair, Liviya, Tunis, Mərakeş, Mərkəzi Afrika Respublikası, Madaqaskar və s. Bunlar azad ticarət zonasına aid olan ölkələrdir. Gömrük İttifaqı Cənubi Amerika ilə Afrikadadır. Afrikada Namibiya, Botsvana, Çar, buradan Tanzaniya, Kenya, Cənubi Amerikada isə Kolumbiya, Ekvador, Peru, Boliviya. Bu ölkələr Gömrük İttifaqında üzv olan ölkələrdir. Daha sonra gəlir ümumi bazar. Ümumi bazar Asiyan ölkələridir, Cənub-Şərqi Asiya. Aiddir bura Tayland, Kamboca, Myanmar, Laos, Vietnam, İndoneziya, Filippin bu kimi ölkələr Asiyan ölkələrinə üzvdür. Daha sonra gəlir deməli, ümumi bazar dedik, iqtisadi ittifaq. İqtisadi ittifaqa üzvdür Azərbaycan, Qazaxıstan, Rusiya, buradan İsveç, daha sonra Braziliya, Argentina, Meksika böyük ölkələrdən dedik. Bunlar üzv olduğu iqtisadi ittifaqa. İqtisadi və valyuta birliyi Qərbi Avropa ölkələrdə əsasən Fransa, İspaniya, İtaliya, Almaniya, Norveç, Finlandiya bu kimi ölkələr iqtisadi və valyuta birliyinə üzvdür. Vahid valyuta sistemindən istifadə edirlər. Və tam iqtisadi inteqrasiyaya nail olanda ABŞ-da 13 koloniyanı özündə birləşdirir. Daha sonra növbəti gəldik beynəlxalq təşkilatlara. Dünyada baş verən münaqişələri həll etmək üçün təşkilatlardan yaradılır. Misal onlardan ən nüfuzlusu BMT-dir münaqişələrin həll olmasında. Bundan başqa iqtisadi təşkilatlar da var. Təşkilatlara baxaq. Misal üçün NAFTA təşkilatı 1994-cü ildə yaradılıb. Şimali Amerika Azad Ticarət Zonasıdır. Bura aiddir ABŞ, Kanada, Meksika. 3 dənə ölkə Şimali Amerikada yerləşən böyük ölkələr. ABŞ, Kanada, Meksika. Daha sonra Latın Amerikası
e, Assosiasiyası. Bunun yaradılmasının məqsədi nədir? Ticarət, xidmət, investisiya, işçi qüvvəsi mübadiləsi kimi xidmət sahələrinin inkişafı ölkələr arasında. Sonra ALADI təşkilatı var. Latın Amerikası İnteqrasiyası Assosiasiyası 1969-cu ildə yaradılıb. 1986-cı ilə qədər ALADI kimi fəaliyyət göstərib. Latın Amerikasına e, Meksikadır, Kubadır, Panamadır və Cənubi Amerika ölkələrə aiddir. Meksika, Kuba, Panama və Cənubi Amerikada yerləşən digər bütün ölkələr aiddir. Bir dənə asılı vəziyyətdə olan Fransız Qvianası falan aid deyil. Alad təşkilatına üzv deyil. İslam Əməkdaşlığı Təşkilatı 1969-cu ildə yaradılıb. 2011-ci ildən İET kimi adlandırılır. 1969-cu ildə İKT İslam Konfransı Təşkilatı adlanırdı. İslam ölkələri arasında iqtisadiyyat, elm, mədəniyyət və digər sahələrə əməkdaşlıq qarşılıqlı yardım göstərilməsini həyata keçirir. Sırf İslam ölkələri, Şimali Afrika, Cənub-Qərbi Asiya kimi ölkələr arasında, Cənub-Şərqi Asiya kimi ölkələr arasında üzdür buna. MDB ölkələri, MDB 1991-ci ildə SSR-nin yaranması ilə, dağılması ilə yaranıb. MDB-yə SSR-də parçalanarkən 15 ölkə yaranır ki, onların hamısı MDB-yə üzv olmur. Məsəl üçün Gürcüstandır, Ukraynadır, MDB-yə üzv olan ölkələr deyillər. MDB-yə üzv olan həmçinin məsləhətçi, müşahidəçi qismində üzv olan ölkəmiz isə Türkmənistandır. Daha sonra keçdiyi Cənub-Şərqi Asiya ölkələri, ASEAN ölkələri 1967-ci ildə yaradılıb ASEAN ölkələri. Cənub-Şərqi Asiyada yerləşən İndoneziya, Malayziya, Myanma, Tayland, Kamboca, Filippin kimi ölkələri əhatə edir. ASEAN təşkilatı da deyirik buna. Növbəti deməli gəlir sahəvi təşkilatlardan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi 1957-ci ildə yaradılıb. BMT-nin ixtisaslaşmış agentliyidir. Yəni BMT-nin nəzdindədir. Nüvə texnologiyasının dinc məqsədlərlə istifadə edilməsi məqsədinə yaradıb. Dünyanın 168 ölkəsi buna üzdür. Sonra UNTO var ki, indi Ümumdünya Turizm Təşkilatı kimi adlanır. 1925-ci ildə turizmin təbliği üzrə rəsmi təşkilatdır. 1975-ci ildən isə ÜTT, yəni Ümumdünya Turizm Təşkilatı kimi fəaliyyət göstərir. BMT yanında ixtisaslaşmış bir qeyri-hökumət təşkilatıdır. Turizmin təbliğini həyata keçirir. Sonra İSOSCO var. Təhsil, elm və mədəniyyət sahələri üzrə İslam təşkilatı, yəni İslam ölkələri arasında təhsil, elm və mədəniyyəti formalaşdırır. 1979-cu ildə fəaliyyətə başlayıb. 57 ölkə, İslam ölkəsi buna üzvdür. UNESCO və BMT-nin Maarif, Elm və Mədəniyyət məsələləri üzrə təşkilatı 1945-ci ildən fəaliyyətə başlayıb. ISOSCO müstəqil təşkilatdır. UNESCO isə BMT-nin nəzdindədir. BMT-yə aiddir. UNTO BMT-nin nəzdindədir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi BMT-nin nəzdindədir. Bir dənə ISISCO burada müstəqil təşkilatdır. Daha sonra bundan başqa bir sıra təşkilatlarımız var. Məsələn, burada adı olmayan OPEC təşkilatımız var. OPEC neft ixrac edən ölkələrin birliyidir. Sırf neft üzrə ixtisaslaşmışdı. 1960-cı ildə yaradılıb. Mənzili qərargahı Viyana şəhərində yerləşir. OPEC-ə üzv olan Afrika ölkələri Əlcəzairdir, Liviyadır, Nigeriyadır. İndi bu xəritənin üzərində göstərirəm, çünki xəritə qoymayıblar burada. Qoyulmayıb burada. Deməli, OPEC, söhbət OPEC-dən deyil. OPEC-in üzvlərini göstərirəm. OPEC-ə Cənubi Amerikadan yalnız Venesuela üzdür. Afrikadan üzdür. Əlcəzairdir, Liviyadır, Ekvatorial Qvineyadır. Sonra Nigeriyadır. Nigeriyadır. Daha sonra OPEC-ə üzv olar bu Səudiyyə Ərəbistanı ölkələr, Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləridir, İrandır, İraqdır. Bu ölkələr OPEC-in üzvüdür. Hansılar oldu? Afrikadan Əlcəzair, Liviya, Əlcəzair, Liviya, sonra Ekvatorial Qvineya, Angola, Nigeriya, Kongo, Cənubi Amerikadansa Venesuela, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İran, İraq. Bu ölkələr də OPEC-in üzvü olan ölkələrdir. Sonra dünya təşkilatlarının Şengen zonası var ki, Şengen zonası nə deməkdir? Burada yenə də haqqında məlumat yoxdur. Şengen zonası. Şengen zonası ölkələr arasında Avropanın 29 ölkəsi arasında bağlanan vizasız bir-birinin arasında keçidə icazə verən ölkələr birliyidir. Əsasən Avropa ölkələridir. 29 dənə Avropa ölkəsi. Şengenə üzv olmayan ölkələr İrlandiyadır. Üzv deyil. İrlandiya, Böyük Britaniya. Yəni bunlar üçün mütləq viza lazımdır keçmək üçün. Böyük Britaniyadır. Sonra Danimarka'da Schengen'e zonasına ait değil. Değil.
Danimarka. Bunlara mütləq viza olmalıdır keçmək üçün. Sonra qoşulmama hərəkatı var ki, qoşulmama hərəkatında ölkələr bir-birlərinə, daha doğrusu heç bir ölkə ilə hərbi münaqişəyə girmə ideyələrini öhdələrinə götürürlər. Qoşulmama hərəkatından sizin Afrika ölkələrində demək olar ki, hamısı Cənub-Qərbi Asiya, Cənubi Asiya, Cənub-Şərqi Asiya ölkələri, Mərkəzi Asiyadan Monqolistan, Avropadan Belarusiya, Cənubi Amerikadan Kolumbiya, Çili, Ekvador kimi ölkələr qoşulmama hərəkatına üzdür. Daha sonra EKO və yaxud da İƏT, İslam əməkdaşlıq, İqtisadi Əməkdaşlıq Təşkilatı var. 1985-ci ildə yaradılıb. Üç ölkə Türkiyə, İran və Pakistanın Türkiyə, Pakistan və İran birləşib bu təşkilatı yaratmışdılar 1985-ci ildə. Sonra Guam var 1997-ci ildə yaradılıb. Qafqaz bölgəsinin gücünü artırmaq məqsədilə Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova ora üzvdür. Guam təşkilatı 1997-ci ildə. Üzv olan ölkələr Gürcüstan, Ukrayna, Azərbaycan, Moldovadır. Müşahidəçi qismində isə Latviya ilə Türkiyə müşahidəçi qismində üzdür. Sonra Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı var. QİDİyyət deyirik biz buna. Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı. Bura Qaradəniz sahilindəki ölkələr və ondan kənarda olan ölkələr də üzdür. Məsələn, Rusiyadır, Ukraynadır, Gürcüstandır, Azərbaycandır, Ermənistandır, Türkiyədir, Yunanistandır, Rumıniyadır, Bolqarıstandır, Albaniyadır, Serbiyadır. Bu kimi ölkələr Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrdir. Bu da bizim bugünkü dərsimiz bu qədər.